Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində Sumqayıt şəhər Şəhidlər Xiyabanında 1-ci Qarabağ müharibəsi zamanı şəhid olmuş Sədiyev Mətləb İfratoğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd etdi ki, 1-ci Qarabağ müharibəsi zamanı Qubadlı rayonundan 238 nəfər şəhid, 274 nəfər əlil olub, 100 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür. Digər çıxış edənlər şəhidlərimizlə bağlı öz xatirələrini bölüşərək qeyd etdilər ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir. Sonda şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdilər. Sədiyev Mətləb İfratoğlu 1975-ci il aprel ayının 4-də Zəngəzur mahalı Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1994-cü il mart ayının 3-də Füzuli rayonunun Seyid Əhmədli kəndində gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır. Subay idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.